Bakının Xətai rayonu Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb. Onlar bildirirlər ki, xüsusilə az yaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib. Mən uşaqlarımı, nəvələrimi bax bura sala bilmirəm. Salanda da nətər, yəni ürəyimdə hər cürə qorxu olur ki, ay Allah, ilandır. Olar mən gedəncə mağazinə, qayıdıb gələrəm, uşağı vurar. Yəni təhlükədir də, uşaqlar çıxırlar çölə, oynayırlar, eləyirlər. Bu tərəfdə də yəni otlar biçilməyib, ağaclıqdır. İlanı deyib, burada qonşumuz var. O öldürübdü özü nə uzutda. Axırda bankaya saldı ki, gələndə yoxlamazad olanda göstərdərik. İlan bu dəqiqəmdə durur, ölüsü. Öldürübdü, hə. İndi təmizlik buralarda olsa, ondan sərgəli olsa, alaq basması heç ilan da gəlməz. Sakinlərin sözlərinə görə bu ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə qaldıqlarını deyirlər. İlanı nə bilim zəhər versinlər, dərman versinlər, nə ilə öldürsünlər, bunu kökü kəsilsin. İsti qızdıqca da hələ bu artıracaqdır. Bu ana varsa onun balaları da var. Hə, bir anda ki ilan blokun qənşərinə gələ, yuxarıda qalxa bilər. Yəni bizim qorxumuz var, təhlükədir başdan ayağa. Qorxuruq ki, yəni uşaqları sancar, evə girə bilərlər, blokun ağzındadırsa evə də girə bilərlər də. Yəni təhlükədəyik, ona görə istəyirik ki, heç olmasa bir tədbir görərdilər. Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını istəyirlər. Onlar ilanların hətta evlərə girə biləcəyindən narahatdılar. Qeyri-iş günü olduğundan məsələ ilə bağlı rəsmi qurumlardan mövqe öyrənmək mümkün olmadı. Zoologiya İnstitutundan isə bildirildi ki, belə hallarda əhali bioloji müxtəlifliyin qorunması xidmətinə və ya digər müvafiq qurumlara müraciət etməlidirlər. Müraciət əsasında əraziyə baxış keçirilə, xüsusi ovçular cəlb oluna bilər. Sakinlər isə ərazidə hər hansı bir xoşagəlməz hadisə baş verməmiş, tezliklə tədbir görülməsini istəyirlər.